Səncə Polşada polyak dilindən əlavə hansı dillər önəmlidir? Mən deyim ki, hətta bu dəqiqə rus dili polyak dilinin üstünə keçir bəzi sahələrdə. Atıram restoranda yemək sifariş edəndə bir də görürsən ki, ofisiant promoy baxır sənə və deyir ki, mən səndən rusca zakaz götürə bilərəm də. Promoy gəlir rusca soruşur. Çox başıma gəldi. Yəni günlük həyatda məncə rus dili bəzən polyak dilinin önünə keçir. Bəs yaxşı, indi ingilis dili də məncə vacibdir. Hansı yerlərdə vacib? Əlbəttə ki, gəlib şirkət işində falan işləsən, orada ya polyak dilin olmalıdır, komanda ilə danışmaq üçün, amma əsasən təbii ki, ingilis dilin olmalıdır. Məsələn, sən indi Bakıdasan, Polşaya gəlmək istəyirsən. Hansı dili öyrənməlisən? Polyak dili birinci növbədə təbii ki, amma ingilis dili yoxsa rus dili? Əgər ofis işi üçün gəlirsənsə, mən ingilis dili deyərdim. Amma belə gəlirəm, baxaramsa, rus dili deyərdim. Yəni çünki fabrikdə, zavodda işləmək istəyən həmyerlərimiz məncə rus dilini bilməlidirlər. Ümumiyyətlə məncə Varşavada rus dili bu dəqiqə bilmirəm, polyak dilindən daha çox istifadə olunur. Əlbəttə. Yəni polyak dili eşitmək çox az rastıma gəlir. Hələ bu müharibə təzə başlayan vaxtı mən bezmişdim. İyrənirdim rus dili eşitməkdən. Polyak dili eşidilmirdi 2022-nin mart-aprel aylarında. Hər yerdə ukraynca yazılar falan. Yəni konkret Kiyevə dönmüşdü şəhər. İndi biraz düzəlib. Nəysə, keçmiş olsun təbii ki. Slava Ukrayna